əleykum. Milli Onkologiya Mərkəzindəyəm. İlahi xanım otağındayıq. Bu günləri ətdən danışacağıq. Mən məsələn üçün ximioterapiya zamanı həftədə 2 dəfə yəni quzu əti yeyirdim. Bu bizə lazımdır. Çünki biz xəstəliklə mübarizə aparırıqsa, bədəndə bütün minerallar, vitaminlər olmalıdır. Bu olmasa biz xəstəliklə necə mübarizə apara bilərik? Çox təəssüf edirəm ki, çox xəstələr qorxur ət yeməyə. Yəni biz yeməliyik, gözəl həkimimiz də bir kəlmə desin bununla bağlı. Buyurun. Bəli, xəstənin bədənində belə deyək, zulal balansı tam normada olmalıdır. Əlbəttə ki, bir çox xəstələrdə bu belə deyil. Bədəndəki zulalı çox aşağıdır və xəstə beləliklə getdikcə anoreksiya, kaheksiyaya qədər gəlib çıxır. Çünki bir çox xəstələr ətdən və zulaldan imtina edirlər. Bu da düzgün deyil. İlk müalicəyə başlamamışdan, perioddan zulal bədənimizdəki zulalı yoxlayaraqdan bu yola çıxmalıdır. Əgər lazımsa nutritiv dəstəklə paralel aparılır bu müalicə və qidamıza fikir vermək lazımdır. Ət yemək vacib, həftədə 2 dəfə, 3 dəfə, əlbəttə rasionunuz daha zəngin olmalıdır. Məncə